Salam əziz şagirdlər, sualın izahına baxaq. Tərəfi 10 sm olan rombun hündürlüyü tərəfi 2 bərabər hissəyə bölür. Rombun bütün tərəfləri bir-birinə bərabərdir. Rombun hündürlükləri də bir-birinə bərabər olacaq. Tərəfi 10 sm-dir. Rombun hündürlüyü tərəfi 2 bərabər hissəyə bölürsə, 10 sm 2 bərabər yerə bölək. 5, 5. Bu rombun sahəsini tapın. Rombun sahəsini tapmaq üçün S bərabərdir. Tərəf vurulsun hündürlük düsturundan istifadə edəcəyik. Tərəf məlumdur 10'dur. Vurulsun hündürlük isə buradakı üçbucağa şəhrai rənglə göstərdim. Həmin üçbucağa Pifaqor teoremini tətbiq etməklə hündürlüyü tapa bilərik. Hipotenuzun kvadratı bərabərdir katetlərinin kvadratları cəminə. 10'un kvadratı 100 bərabərdir h kvadratı üstəgəli 25. H kvadratı da bərabərdir 100'dən çıxırıq 25'i. H kvadratı bərabərdir 75. 75'dən də kök çıxarsaq 25 vur 3 kimi yazanda 25'dən çıxır kök 5. Kök altında 3. Hündürlük oldu 5 kök 3. Hündürlüğün yerine S bərabərdir AH vur düsturunda hündürlüğün yerine 5 kök 6 3 yazsam, onu da 5 kök 6 3'e vurursam beraber olacak 50 kök altında 3. Doğru cevap Y variantı.